Çok narahat edir Elmira Kazımova deyir. Ailə qurmaqdan söhbət aça bilmirəm. Yanında yaşı da keçir. Ondan iştadır qəlbində Rəbbimdən. Qəlblər sevindir. Nə bilim, bacar bul qəlb sevindir. Elə sırf pul paylamaq deyil ki. Bax gör, məsəl üçün bir qonuda, qonşuda, qohum əqrabada nə ilənsə sevindir. Nə iləsə sevindir. Ki bunu savabın bol olsun, qəlbində Allah'tan istə. Sən qızdan onu istəmə, qız neynəsin? O lütfü gərək Allah verir ona. Verməyəndən sonra necə ola bilər? Bəxt, talih, qismət Allah'ın qələminin altındadır. Allah deyir, məndən rəhm istəyirsiniz, yaratdıqlarıma rəhm edin. Dost olmaq istəyirsiniz, yaratdıqlarımla dost olun. Deməli, sən bol savab qazanmalısan ki, bəlkə bağışlaya bilməyibsən kimisə, bağışlamalısan ki, kiminsə qəlbinə dəyibsən, məni bağışla deməlisən ki, bax bu talihin hökmü ilə barışmalısan ki, ya Rəbbim, mənim qızımın ailə qurmasının gecikməsi sənə xoş, mənə qəbul, bu imtahan və gedirsən, qəlblər sevindirirsən, sonra gəlib qəlb evində, öz qəlbində, necə deyir Quran, insan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Öz qəlbində Rəbbinlə söhbət edirsən, ya Rəbbi, mən sənə sığınıram. Harada səhv etmişəm, kimə lağ etmişəm, kimə pis demişəm, kimə pis baxmışam, məni bağışla. Sənə sığınıram, sənə dizin gəlirəm. Amma savabla get ki, görsün ki, əlində savabım var. Sevindir ki, Allah da səni sevindirsin. Qızın üstünə çox yedim. Onu Allah'tan istə. Belədir.